Hər vaxtınız xeyir. Mən bu videoda doktorantura imtahanına necə hazırlaşmaq lazımdır, hansı proseslərdən ibarətdir, imtahan necə olur, harada keçirilir, bu barədə mən öz təcrübələrimi sizinlə bölüşmək istəyirəm. Mən özüm hal-hazırda Xəzər Universitetində təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə 3-cü kursda təhsil alıram. Doktorantura imtahanı 2022-ci ildə, yəni mən Ada Universitetini bitirdim, magistr dərəcəsini bitirdim və həmin ildə yeni bir formatda təşkil olunmağa başladı. Yəni edu.gov.az saytına daxil olursunuz və siz orada sizə verilmiş bəlli bir xanalar var, oradan o xanaları dolduraraq application formanı göndərirsiniz. Mən doktorantura imtahanını 5 hissəyə bölərdim, yəni 5 etapa bölərdim, daha asan başa düşməyiniz üçün. Birinci etapda dediyim kimi, biraz öncə vurğuladığım kimi edu.gov.az portalında qeydiyyatdan keçirsiniz. Orada sizdən müəyyən sənədlər tələb olunur. Əgər siz magistr dərəcəsini həmin il bitirmişsinizsə, işiniz biraz asandır. Əgər siz 3 il, 4 il bundan, hətta ondan da qabaq universiteti bitirmişsinizsə, magistr dərəcəsini, bu sizin üçün kompleks çətin olacaq. Çünki siz yenidən elmi rəhbərdən rəy almalısınız, referat yazmalısınız. Bunlar biraz vaxt aparan bir məsələlərdir. Ola bilər ki, sizin elmi rəhbəriniz dünyasını dəyişib, bax, burada da əlavə problemlər ortaya çıxır. Ona görə də tövsiyə edirəm ki, bir il qabaqdan artıq siz ən azından 6 ay qabaqdan bu məsələləri artıq həll eləməyə çalışmalısınız. Prosedur demək olar ki, hər il eyni olur. İndi mən 2022-ci ildə sənədlərimi təqdim edərkən proses yeni idi. Hətta universitetin doktorantura şöbəsi belə tam detallı məlumatı yox idi ki, proseslər necə olur. Artıq bu fiksləşibdir. Hesab edirəm, köhnə, yəni bu il vermə imtahan sənədlərinizi göndərmək istəyirsinizsə, keçən ilki namizədlərdən tövsiyələr əldə edə bilərsiniz. Mən də bacardığım qədər YouTube-un həmin linkin aşağı hissəsində bəzi etapları, bəzi resursları sizinlə paylaşmağa çalışacağam. Sözsüz ki, YouTube-un bizə verdiyi yəni imkanlardan istifadə edərək. Birinci etap bitəndən sonra universitet sizinlə əlaqə saxlayır. Mən Xəzər Universitetinə orada seçim etmişdim. Ona görə də Xəzər Universitetində həmin doktorantura şöbəsindən mənə artıq məlumat verdilər, e-mail vasitəsilə, WhatsApp vasitəsilə. İkinci etapda isə artıq siz dil imtahanını verməli olacaqsınız. Dil imtahanı IELTS-dən 6.5 bal və ya Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda iştirak etməlisiniz. Amma mütləq şəkildə bunu öncədən etməlisiniz. Əgər sizin IELTS sertifikatınız varsa 6.5, siz artıq bunu bəlli bir deadline-a qədər həmin nəticəni portala yükləməlisiniz, sertifikatınızın PDF faylını yükləməlisiniz. Sonra isə PDF fiziki formada, fiziki sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etməlisiniz. Çünki sizin sertifikatlar haradakı imtahanda iştirak etmişsiniz, ora göndəriləcək və orada saxtalığı, düzgün olması yoxlanılacaqdır. Yəni real olması yoxlanılacaqdır. British Council-da imtahan vermişsinizsə, British Council-a göndəriləcək və orada yoxlanılacaq ki, bu sertifikat həqiqidirmi. Əgər siz IELTS imtahanını vermək istəmirsinizsə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda iştirak edə bilərsiniz. Bu biraz ucuz başa gəlir. 120-130 manat civarında olur, amma IELTS imtahanı 470 manata qədər olur. Əgər siz büdcə baxımından biraz, yəni daha cibə uyğununu seçmək istəyirsinizsə, Dövlət İmtahan Mərkəzi işinizə yarayacaq. Amma Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar baxmayaraq ki, disiplin orada ciddidir, təşkilatçılıq, yəni təcrübə var, amma yenə də orada listening bölməsi var. Listening bölməsi demək olar ki, hər il eyni problemlərlə olur. Yəni mənim vaxtımda yadıma düşür ki, mən düzdür IELTS imtahanından sənədlərimi təqdim etmişdim. Amma dostlarımdan sənəd göndərənlərin arasında Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçənlər var idi. Onlar üçün yəni bu çox çətin bir proses idi. Çünki listeninglər səhv gəlmişdi. Sonra speaking imtahanı verirsiniz. Speaking imtahanı həmin vaxtda kompüterlə idi. Siz danışırsınız, başqası da danışır, səslər bir-birinə qarşı. Yəni belə problemlər olur. Əgər düşünürsünüzsə ki, siz doktoranturaya sənəd
yəni sənədlərinizi doktoranturaya vermək istəyirsiniz, artıq bir il qabaqdan IELTS-a hazırlaşın. Ən rahatı IELTS-də 6.5 bal toplamaqla bu məsələnin artıq həll edə bilərsiniz. Üçüncü etap fəlsəfə doktorluğu imtahanı olur. Fəlsəfə doktoru mən deyərdim ki, Azərbaycandadır, bəzi Sovet ölkələrindədir. Mən axtarış etdim sosial şəbəkədə. Rusiyada da mən bildiyim qədər belə bir şey var. 3-4 ölkədə var. Postsovet ölkələrində. Yəni fəlsəfədən biz imtahan veririk. Yəni doktorant, namizədlər. Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu imtahanlar keçirilir. Xəzər Universitetində də keçirilir. Texniki Universitetdə də keçirilir. Yəni bəlli bir siyahı olur. O siyahı sizə təqdim sizinlə paylaşılacaq və orada artıq siz harda imtahan verməli olacağınız orada qeyd olunacaq. Mən fəlsəfə imtahanında çox əziyyət çəkdim. Çünki təsəvvür edin ki, mən təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə sənədlərimi təqdim etmişəm. Fəlsəfə imtahanından Çin öyrəndim, Aristotel öyrəndim, qədim Yunan fəlsəfəsini öyrəndim. Düzdür, mən hesab edirəm ki, bir şəxs fəlsəfə ixtisasına sahibdirsə bunları bilməlidir. Amma gələcəyin mütəxəssisi, təhsil üzrə mütəxəssisi Çin fəlsəfəsini bilməyinə nə ehtiyac var? Yəni orada elə mövzular var idi ki, onlar heç bir aktuallığı yoxdur. Hesab edirəm ki, artıq bunları dəyişməyin vaxtıdır. Mən təqribən 2 aya yaxın əziyyət çəkdim. Yəni sözün əsl mənasında əziyyət çəkdim. Çünki fəlsəfə üzrə bir kitab var, yəni əlimizdə, qırmızı kitabdır. Mən indi video çəkilişi zamanı həmin şəxsin adı yadımdan çıxdı, rəhmətə gedib bu yaxınlarda, Allah rəhmət etsin. Yəni 11 kitab var, oradan düşür, qırmızı üzlü kitabdır və bu kitabı siz əldə edə bilərsiniz, 6-7 manatda oradan oxuya bilərsiniz. Amma o qədər dərin yazılıb ki, yəni əgər siz heç zaman fəlsəfədən oxumamısınızsa, o kitab sizin üçün yəni fantastik bir çətinlikdə olacaq. Ona görə də hesab edirəm ki, bir müəllim tapmalısınız, hansı ki bu işləri sizə daha asan yolla izah edəcək və repetitor belə deyək, Laurel dildə desək, repetitor tapmalısınız ki, bu mövzuları sizə keçsin. Mən imtahana bir ay qalmış intensiv formada artıq gördüm ki, başa düşdüm ki, çatdıra bilmirəm, hazırlığa getdim. Bundan əlavə imtahanlar üzbəüz keçirilir, siz bilet çəkirsiniz. Mən Bakı Dövlət Universitetində imtahan verdim. Həm imtahan ağırlığı, mövzuların yəni çox ağır olması, həm də qeyri-aktual olması, həm də yay ayında isti hava, Bakı Dövlət Universitetində də bizə bir otaq vermişlər, auditoriya vermişlər, orada kondisioner də yox idi. Biz pəncərəni açanda adətən bir hava çəkən bir vəziyyət yaranırdı, kağızlar da uçurdu, ona görə də pəncərəni bağlamışdılar, o da çox dəhşət dərəcədə isti var idi. İndi mən bilmirəm, Bakı Dövlət Universitetində bəlkə də elə otaqlar var ki, orada kondisioner var, amma bizim otaqda yox idi, hətta müəllimlər belə orada yəni çətin vəziyyətlə üzləşmişdilər. İmtahanı bilet çəkirsiniz və vaxt verirlər sizə, siz əlinizi qaldırırsınız, yəni ənənəvi üsulla danışırsınız. Siz öz mövzularınızı, sizdən də orada heyət olur və hardasa məndə bir 8 nəfərə yaxın heyət var idi və onlar məndən əlavə sual soruşdular. Misal üçün, mənim mövzum belə idi, fəlsəfədə ailə nə deməkdir? Ailə fəlsəfəsi düşmüşdü, mən suallara cavab verdim. Yerə gəlmişkən bəxtimdən 3 mövzu düşmüşdü, onlar hansı ki mən çox yaxşı hazırlaşmışdım. Ona görə də ikinci şəxs mən idim imtahanda, yəni əlimi qaldırdım, artıq istidə dözə bilmirdim. İmtahanı, yəni hazır olduğumu bildirdim. Dinlədilər məni, amma əlavə suallar da verdilər. Misal üçün, ailə haqqında mənə əlavə suallar da verdi bir neçə müəllim. Misal üçün, məndən soruşdular ki, əlavə olaraq, ailədə bir şəxsin neçə həyat yoldaşı ola bilər? Və yaxud sonra soruşdular ki, İslam dinində neçə həyat yoldaşına icazə var? Siz özünüz ikinci dəfə ailə həyatı qurarsınızmı? Yəni bunlar əlavə suallar idi. Mən də biraz belə düzü desəm panikaya düşdüm. Çünki gözləmirdim ki, belə bir suallar verirlər. Yəni bu sualları verməklə onların pis məqsədləri yox idi. Sadəcə sual verirdilər.
Yəni deyim ki, əlavə sual verirlər ki, sizi kəssinlər. Yox, elə bir şey yox idi. Çox şəffaf formada idi. Sadəcə belə bir sualları da məndən soruşdular. Mən sizlə bölüşdüm ki, sizdən də əlavə suallar soruşula bilər. Misal üçün sizdə ola bilsin düşdü ki, qədim Yunan fəlsəfəsi sizdən sual verə bilərlər ki, məsələn, Misir piramidaları haqqında nə bilirsiniz bəs? Belə bir suallar da ola bilər. Çünki orada məndən öncə bir nəfər də imtahan verirdi. Hər kəs onun ki, hər kəs bir-birini izləyə bilir, auditoriya olur. Yəni çıxırsınız şagird kimi əlinizi qaldırıb danışırsınız, suallar verilir. Fəlsəfə imtahan cavabı 2 gün sonra çıxdı və mən deyərdim ki, fəlsəfə imtahanından sonra mən tükənilməz hala gəlmişdim. Çünki bütün enerjim tükənmişdi. Mövzuları öyrənmək, imtahanda iştirak etmək, sonra növbə gözləmək, bax bunlar sizi yoracaqdır. Üçüncü fəlsəfə etapından sonra artıq ixtisas imtahanı gəlirdi. Bu çətin şəraitdən sonra Xəzər Universitetindəki yaradılmış şəraitə, yəni bu şərait bir motivasiya mənbəyi oldu bizim üçün, yəni mənim üçün. Mən Xəzər Universitetində oxuyuram, ona görə bunları demirəm. Yəni həqiqətən də Xəzər Universiteti rəhbərliyi çox mükəmməl işləyirlər. Yəni çox dəqiq, çox kompleks formada imtahanlar təşkil edirlər. İmtahanda əsas ixtisas imtahanıdır. Yəni digərlərində siz pass-fail eləyirsiniz, amma ixtisas imtahanı artıq çox həlledici rol oynayır. Çünki bir yerə deyək ki, 3 nəfər yer ayrılır, 3 nəfərlik yer ayrılır. Orada 6 nəfər sənəd veribsə həmin ixtisasa, kimin ixtisas balı yüksəkdirsə o seçilir. Mənim ixtisas balım yüksək oldu, 50-dən 48 toplamışdım. Mən ingilis dilində yazdım, orada şərait yaratmışlar. İstəsəz rus dilində də yaza bilərdiniz. Dostlarımdan rus dilində yazanlar da var idi. Xəzər Universiteti bu şəraiti yaratmışdı. Sonradan mən eşitdim ki, digər universitetlərdə də tələbələrə, müdavimlərə deyiblər ki, istəsəz yaza bilərsiniz rus dilində. İmtahanlar, ixtisas imtahanı 4-5 gün sonra cavab bilindi və bu proses yekunlaşdı. Amma bu başlanğıc idi, çətinliyin başlanğıcı idi. Bizim vaxtımızda, yəni 2022-ci ildə deməli biz ilk öncə sənədləri, yəni birinci etapdan sonra elmi rəhbər tapmalıydıq. Elmi rəhbər amma indi mən bildiyim qədər elmi rəhbər artıq ixtisas imtahanı verəndən sonra da mümkündür. İxtisas imtahanından qabaq artıq mən elmi rəhbəri az da olsa, yəni artıq bir-birini razılaşmışdıq ki, kimlə işləyəcəm. Elmi rəhbər seçmək çox çətindir. Çünki elə ixtisaslar var ki, o sahədə olan elmi rəhbərlərin əksəriyyəti orta yaşdan yuxarıdır. Yəni 70-75 yaş üzəridir, onlar ingilis dilini bilmirlər. Onlara hər hansı bir e-mail yazdıqda mütləq gələk WhatsApp-la da yazasınız və ya da zəng də eləyəsiniz ki, e-mailə baxsınlar. Yəni belə bir hallar olurdu. Mən birinci elmi rəhbərim Bakı Dövlət Universitetindən seçmişdim. Onunla razılaşmışdıq ki, artıq biz davam edəcəyik. Amma sonra o bir gün sonra zəng etdi ki, artıq biz bir yerdə işləyə bilmərik, çünki mən başqa bir şəxslə işləyəcəm. Ondan sonra da yenidən mən artıq elmi rəhbər tapmağa davam etdim. Hal-hazırki elmi rəhbərim Afət Süleymonovadır, ona təşəkkür edirəm. Yəni yenə də deyirəm, bunlar bir tərifləmək kimi, üzr istəyirəm, bir yaltaqlıq kimi deyil. Söz nəsil mənasında burada mənim bəxtim gətirdi. Çünki elmi rəhbərin sizlə birgə işləməsi şərtdir, yəni ilkin etaplarda. Çünki elə məsələlər var ki, siz onu Ailə Attestasiya Komitəsinin saytından oxuyursunuz, amma yenə də başa düşməyə bilərsiniz. Burada artıq elmi rəhbərlər sizə kömək edəcək və bir çətinlik də var ki, Azərbaycanda ola bilsin ki, siz elə ixtisas seçərsiniz ki, misal üçün mənim kimi təhsilin planlaşdırılması və təşkil və planlaşdırılması ixtisas üzrə demək olar ki, gənc kadrlar yoxdur. Olanlar da diplomları Ali Attestasiya Komitəsi tərəfindən tanınmır, çünki onlar xaricdə oxuduqları üçün, yəni burada da seçə bilməyəcəksiniz, xaricdən də seçmək
mümkün deyil, çünki onların diplomu tanınmalıdır. Hesab edirəm ki, bunlar bürokratik çətinliklərdir. Bunlar artıq aradan qalxmalıdır. Yəni hal-hazırda Azərbaycanda fəlsəfə doktorluğu üzrə keçirilən bu proseslər tam köhnəmiş bir sistemdir. Mən deyərdim ki, yalnız Azərbaycanda, Rusiyada və bir-iki postsovet ölkələrində var. Hətta mən sosial şəbəkədə axtaranda baxdım ki, Azərbaycanda onlardan ən çətin formasıdır. Onlarda da biraz modifikasiyalar var, artıq yüngülləşmələr var, amma Azərbaycanda çox çətin etaplardan keçirsiniz. Və sonda bunu tövsiyə edim ki, əgər siz doktoranturaya imtahan vermək istəyirsinizsə, bir il qabaqdan planlaşdırın ilk öncə. Yəni ilk öncə bir plan qurun, yəni planı belə qurun. Əgər siz bir il qabaqdan düşünürsünüz ki, növbəti il siz fəlsəfə doktorluğu üzrə Azərbaycanda təhsil almaq istəyirsiniz, ilkin olaraq IELTS sertifikatını əldə edin, fəlsəfə üzrə həmin mövzuları götürün, o mövzuları oxuyun və ixtisas imtahanını keçən ilki düşmüş həmin o mövzuları bu ildə düşmə ehtimalı olduğu üçün, yəni 90% eyni olur, o mövzuları çalışın, araşdırın. Bunların arasında ən önəmlisi IELTS sertifikatının olmasıdır. Çünki IELTS 10.5 balı indidən alın ki, 2 il müddəti var və siz həmin IELTS sertifikatından dil bacarığı tələb olunan hissədən azad olunasınız. Ümid edirəm bu qədər imkan yaradacaq ki, siz tam olaraq başa düşəsiniz bu prosesləri. Və sonda bir məsələni də vurğulamaq istərdim ki, siz Azərbaycan və ingilis dilində də dissertasiyanızı yaza bilərsiniz. Dissertasiya mövzuları seçilir, təsdiq olunur. Bu mövzularda da biraz çətinlik var, çünki 13 sözdən yuxarı ola bilməz. Yəni bu da çətinlik yaradır. Mən bildiyim qədər bu da yalnız bir neçə Sovet ölkəsində qalıb. Yəni 13 sözdən mövzu o yana ola bilməz. Gələk 13 söz olsun. Elə yaxşı mövzular olur ki, onlar 14-15 sözdən ibarət olur, amma Ali Attestasiya Komitəsi bizim vaxtımızda bunu götürmürdü. Hesab edirəm bu yenə də qüvvədədir. Bir də bacardığınız qədər məqalə yazmaqlara üstünlük verəsiniz. Çünki məqalələr şərtlidir. Ali Attestasiya Komitəsi sizə məqalə yazmaq üçün yəni bir öhdəlik qoyacaq. Məsələn 5 dənə Azərbaycanda, bir neçəsini xaricdə, toplamda tezislər yazmalısınız, konferans məqalələri yazmalısınız. Bax, bunların hamısını Ali Attestasiya Komitəsinin saytından əldə edə bilərsiniz. İmtahanda iştirak edən hər kəsə uğurlar arzu edirəm.